Digər psixoloji müdafiə mexanizmlərindən biri ki, adətən bizim psixamız bu işi görür, bastırma adlandırılır. Bastırma ağrılı xatirələrin, travmatik hadisələrin insanın zehnindən şuur altına ötürülməsi kimi qeyd olunub psixoloji ədəbiyyatda. Yəni insan sanki bu hadisələri, narahat edici vəziyyətləri xatırlamaması üçün və yaxud da bunlar haqqında düşünüb gərginliyini artırmaması üçün bəzən bu hadisələr, bu travmatik xatirələr, şəkillər, düşüncələr və ya fikirlər insanın şuur altına ötürülür. Və hətta bəzən şuur altında ötürülən, şuursuzluğa ötürülən bu anlamlar, bu xatirələr, bu duyğular, bu düşüncələr insanın həyatının müxtəlif dönəmlərində onun üçün bir narahatlıq yarada bilir. İnsan hətta bunun niyə belə olduğunun fərqində belə olmur. Bəzən yersiz olaraq bir qəzəb hissinin, bir darıxmaq hissinin, bir narahatlıq hissinin insanda yaranması ola bilər, müşahidə olunsun ki, bu çox zaman bastırdığımız ağrılı, acılı, narahat edici duyğuların, fikirlərin, xəyalların bizim şuur altımızda yatmasından doğur.